Bunu görüblər. Ruhaniymiş zətdə. Paris zadında, nədir o? Bu məscidində. rəhil. Bu rəhil də mənə 3-4 şey gəlib mənim öyümə. Deyilənə görə Mustafa xanın evindən olublar onlar. Biri o keçən dəfə baxdıq Gülabzəndir. Biri budur, biri bir Xorxor Qəlyan. Xorxor Qəlyandır, o mübariz gildədir. Biri də Qurandır. Quranı da göstərmişəm. Bu rəhil çox qəribə onun forması var. Bu boyda taxtadır. Heç bir şey olunmadan, nədir, kleysiz, yapışqansız, mıxsız, heç bir şeysiz. Elə oyub haralarınsa usta başla. Göstərə bilərsən o nətər bağlanır? Bu açıq vəziyyətdə görürsünüz. İndi bağlanmalı var bu dəfə. Bağlanacaq və bir parça şeydən ibarət olacaq. Taxtadan ibarət olacaq. Bunun bu yerlərini... Deməli, bu əslində bu boyda parça taxtadır. Bu boyda parça taxtadır. Və heç bir taxta, kleysiz... Heç bir şey, əbədən. Ancaq yonma yolu ilə. Ancaq oyma yolu ilə. Bıçaqla. Bəli, bıçaqla bunu aşkar görünür də. Çünki kəsilməyindən, formasından görünür ki, bu şey deyil, elə işlənməyib. Mən bunun üstündə çox əsirəm doğrudan, bütün zatlarım. Bax, orada gördüyünüz, bunlar mənim o bayaq dediyim təsbihlərimdəndir. Bu isə mişar balığın mişarıdır. Onu da Afrikada mənə balıqçılar bağışlamışdı. 65-ci ildə. Çox qəribə bir balıqdır. Deməli ki, tona yaxın ağırlığı var idi. Bütün heyvanat, hətta kaşalot da ondan qorxur. Çünki onun o bizləri ki var, işte mişarının. Belə vuranda kəsir, doğrayır, bütün çox sərtdir dediyəcəm. Amma özü bircə dənə kapron tordan belə məhv olur. Heç nə eləyə bilmir. Qaçsa bəlkə də kəsərək yırta bilər, amma özünü itirir. Dolaşır onun o dişlərinə şey olur. Belə, burada 2 dənə də balaca qabı var, bax biri oradadır. Ya o Cəlaləddin Ruminin Şərqin çox böyük, Türk dünyasının böyük şairi. Bura bax. Cəlaləddin Ruminin sözüdür. Ya göründüyün kimi ol, ya olduğun kimi görün orada. Burada isə yazır ki, bugün Allah üçün nə yaptın? Günün axırında özündən soruşur ki, bugün Allah üçün, Allah xatiri üçün nə eləmişsin? Bunlar haradan gəlmədilər? Onları Türkiyədən gətirmişəm. Konyadan mı? Konyadan əlbəttə. Bu da? Cəlaləddinin. Bunun yaxşı bir sözü var Cəlaləddin Ruminin, deyir ki, sən deyir, ona sual veriblər ki, eşq deyirsən, bu eşq nə olan şeydir? Deyir, mən ol, bilərsən. Yapon geyşasının xulasını mənə Qadınlar Şurasının sədri olanda qonağım olmuşdu bir qadın, yazıcı şeydən, nə deyirlər? Yaponiyadan? Yaponiyadan gəlmişdi, hə. O bağışlayıb mənə. Bu təsbihlərin üstündə yuxarıda, taxta oymada, nimçə. Bu, Bəli. Bu Sarayeva şəhərindən yadigardır. Orada mı getmiş? Əlbəttə. İndi elə ürəyim ağrıyır ki, Sarayeva belə o bölündü, belə oldu. Onun gözəlliklərinin itməyindən çox təəssüf. Bu da Konyadandır, Cəlaləddin Ruminin məzarı diyor olmaz. O Puşkinin heykəlidir. Bir zaman var idi ki, belə saxsıdan çox incə, tanınmış şəxsiyyətlərin çox incə heykəllərini düzəldib satardılar. Bunu da İzzət bacı alıb mənə bağışlamışdı anadan olduğum günlərin birində. Bu Şirvan zonasının
qadın kəməridir. Gümüşdəndir. Bunu mənə Bəklə kəndinin sakini Babaqulu adlı bir dostumuz var idi. Onun xanımı Dəstəgül bacı bağışlayıbdır. Onun gəlinlik kəməridir. Mənim belimə gəlirdi onda. İndi bilmirəm gələr gəlməz. Bunun üstündəki pullar manatlıqdan tutulmuş 50 qəpiklik və 20 qəpikliyə qədər. Rus pulu. Rus pulları da əlbəttə 1863-cü ildən başlamış 14-cü ilə qədər olan pulları. Deməli, axır 14-də kəsilir. Deməli, bu kəmər 14-cü ildə kəsilir pardası. Belə bir şeydir. Bu Quran qabının da maraqlı tarixi var. Ona görə demək istəyirəm, əslində bu müasir şeydir. Bunu mən Kipirdə çox qəribə bir hadisə ilə rastlaşdım. Kipirdə İskan deyirlər olar, yəni sükunət, köçkünlərin naziri. Orada xüsusi nazir var, köçkünlər naziri. Sən demə, bu Azərbaycanın kətlərindən birindən imiş. Özü bilmir. Bunun ata-anası vaxtı ilə 18-ci ildə haçansa köçüb gediblər ora. Anası 8 yaşında, atası 12 yaşında. Qonşu imişlər, neymişlər. Böyükləri itiriblər, böyüyüblər bir yerdə, evləniblər. Sonra oğlanları olub da, əvvəl olublar Qarsda. Sonra da Qarsdan köçüb gediblər, həmin o dediyim kimi Kipirə. Kipirdə sən istedada bax, gedib Kipirdə nazir olubdur. Bunun içində bir Quran var idi. Durur indi Quran elə orada da. Adı çap Quranıdır. O mənə bağışlayıb bunu. Adı Həsəndir. Həsən bəy. Bir dənə də gözəl, incə, yaraşıqlı xanımı var idi. Adı Sevil Ay. Sevil Ay idi. Bu isə mənim anamın canamazıdır. Turan, o üsulu mənə tərəf çək. Özü tikib üzünü bana. Amma bu canamaza kim haçan tikib deyə bilmərəm, çünki tirmədəndir. Bunlar möhürdür, mən özüm Kərbəladan gətirmişdim, Bağdada gedəndə. Bu daraq qabıdır. Kişilərin saqqal darağı olurdu onda, belə ay formalı. Bax, bu ondandır. Güləbətindən tikmədir. Çox incə, zərif güləbətin işidir. Bu, tumanbağı keçirdən kişiləri onda tumanbağı keçirdirdilər. Ondan ötürü, onu da güləbətindən eləyib. Bax, bu möhür qabıdır. Şeyə aiddir. Bunu da Kərbəladan gətirmişəm. Üstündə elə Kərbəlanın özünün şəklləri var. Bunları kim tikir? Bu, təsbihsat deyəcəyim. Çox maraqlı tarixi var onun da. Bunu türbətdəndir. İmam Hüseynin başı kəxarda kəsilibdir, oradan götürülmüşdür. Bu pul qabıdır. O hərdən deyirlər ki, padişah falan kəsə bir kisə pul verdi. Elə bilirlər ki, o bizim 10 kisələri var, onun yanında o kisə də öyle idi. Kisələr, pul kisələri, bax, bunlar idi. Bunun ucundakı, ağzındakı, buna sərmə deyirlər. Bunu paltarların da bu qıraqlarına yiyilməsin deyə yaxalığına, qolçağının ağzına şey eləyərdilər, keçirdərdilər. Bunu da mən oradan gətirdiyim türbətdəndir. İndi bunları kim tikib? Bunları Molla Reyhan adında mənim anamın anası Seydürbaba xanımın rəfiqəsi